paprika vururuq. Yəni azca rəng verməyindən ötürü. Bax, duzunu da çəpirik. Nə qədər eləyib təmizləmişik, fikir veririk. Baba, burada bu qırmızı damar var. Bu qırmızı damar olmamalıdır. Çünki o gedəcək, baba, o gedib çıxacaq kotletin içində çox pis gündə görsənəcək. Bax, çıxartdıq. Gördünüz? Yəni, belə. Bu yağları da 15 qram tələci yanır. Götürəcəyəm üstündən olsun. Belə çıxırıq. Artıq qulağı çıxanını kesdik. Bax. Bu yağları belə eləyirik, qoyuruq dondurucuya. Tutdu özünü. Sonra bu da rahat olur bu ilə işləmək. Bax, qoydum. Asta-asta bükə-bükə. Qulaqlarını içəri yığa-yığa. Gətirdik. Göz forması veririk. Bunun balaca olmağına baxmayaraq. Bunu beləcək soyuducuya yığırıq padnosun içində. 15-20 dəqiqə qalır bir sovoyla. Sonra götürürük, pankolayırıq. Unlayırıq, pankolayırıq. Yox, əgər birdən, indi yox, bizə 10 gündən sonra lazımdır. Biz bunu bu cürə hazırlayırıq. Heç nə vurulmamış, panko zad vurmamış. Yığırıq, padnosa qoyuruq marazilkaya. O bir ayda qalır orada. Sonra onu çıxartırıq, biraz da onu açılır. Sonra istifadəmizi necə una batırırıq, yumurtaya batırırıq, pankoya batırırıq. Panko ağ rəngdə suxaridir, paçkalarda satılır.